Salam dostlar. Bu gün formik geldən danışacağıq. Formik gel nədir? Tərkibində bunun 65% formik asid var. Biz qışda arılara adətən oksalit asid istifadə edirik. Oksalit asid damlatma yolu ilə qışda istifadə olunur. Üstüsülə də cənələrə qarşı mübarizə aparmaq mümkündür. Oksalit asid buxarı havadan yüngül olduğu üçün aşağıdan yuxarı qalxır. Amma formik asidin buxarı havadan ağır olduğu üçün yeşin üst hissəsindən adətən tətbiq edirlər. Oksalit asiddən fərqli olaraq formik asid çox təhlükəlidir. Necə təhlükəlidir? Yəni insan əlinə düşdükdə və yaxud da gözə, ağza düşdükdə çox böyük fəsadlar verə bilər. Onu da qeyd edim ki, formik asid laboratoriyada hazırlanmasına baxmayaraq təbii asid hesab olunur. Yəni təbiətdə təbii halda bu asidlər rast gəlinir. Bəzi qarışqa növləri var ki, onların bədənlərində formik asid təbii halda var. Həmin formül əsasında hazırlanır və balda heç bir qalıntı qoyulmadığı deyilir. Yəni istifadə edən arıçılardan soruşmuşam dəfələrlə. Yəni balda heç bir qalıntı buraxmır. Yəni məsləhət olar ki, arılara istifadə edən zaman ilk öncə alışqanlıq üçün arılara vurulsun, daha sonra istifadə edilsin. Bu indi formik geldir. Formik gelin istifadə qaydası formik asiddən biraz fərqlənir. Formik asid yeşin üst hissəsində müəyyən qablara qoyularaq verilir. Formik gel isə təlimatında yazılıb ki, istifadə edən arıçılardan da soruşmuşam. 25 dərəcənin üzərində hər çərçivənin üzərinə şprislə bir mərci dənəsi boyda damlatmaq lazımdır. Prinsip eynidir. Yəni buxarlanır, buxarı yuxarıdan aşağı yayılaraq arının üzərində olan cənələri məhv edir. Amma hal-hazırda hava temperaturu aşağıdır, bunu istifadə etmək mümkün deyil. 25 dərəcədən yuxarı istifadə etmək lazımdır. Mən bunu bu aptekdə biri 5 qəpiyə satılan taxta çubuqlar var. Bunlara hopdurub çərçivələrin üzərindən vermək fikrim var. Yəni təxminən bir həftə falan sonra. İlk öncə təhlükəsizlik tədbirlərini görək. Çox kəskin qoxusu var, onu da qeyd edeyim. Təxminən bir həftə müddətində mən bu çubuqları saxlayacağım və sonra arıların üzərinə qoyacağım. Çox qəribə bir rəng aldı, yaşıl rəng. Amma formik asid ağ rəngdə olur, sanki su rəngində olur. Bu şəkildə. Taxtalar bunu hopduracaq öz canına. Daha sonra rahat şəkildə götürüb çərçivələrin üzərinə qoymaq mümkündür. Hələ ki, mən bunları təcrübə edirəm. Təxminən bir həftə əvvəl, 5 gün əvvəl oksalit asid püskürtmə tətbiq eləmişdim yeşiyin birinə. Lakin effekt vermədi o dərəcədə. Ya hava temperaturu aşağı idi, ya da oksalit asidi lazımınca düzgün istifadə edə bildik.